Mövzumuz cəmiyyətin verilən nisbətdə bölünməsidir. Bəzən ədəd və ya cəmiyyətin müəyyən nisbətdə bölmək və hər bir həddə uyğun hissəni tapmaq tələb olunur. Məsələn, belə bir məsələ yazmışam. 20 kiloqram buğdanı 2-3 nisbətində 2 qaba paylamaq üçün hər qaba düşən buğdanın kütləsini tapın. Bu məsələni biz 2 üsulla həll edəcəyik. Birinci üsul. Əgər 20 kiloqram buğda 2-3 nisbətində bölünübsə, burada yəni 5 bərabər hissəyə bölünüb. 20-ni 5-ə bölərik. Bərabər eləyər 4 kiloqrama. Daha sonra 2-ni vurarıq 4-ə eləyər 8 kiloqram. 3-ü vurarıq 4-ə eləyər 12 kiloqram. Yəni bu buğdadır və 5 hissəyə bölünüb. 1, 2, 3, 4 və 5. 5 bərabər hissəyə bölünüb. Bu da 20 kiloqramdır. Burada da 5 bərabər hissə var. Hər bir hissə olacaq 4. Əgər 200 nisbətində bölündüsə, deməli bu belə olacaq. Bu 2 hissə olacaq 8 kiloqram. Və bunu birləşdirmirik, biraz ayrı çəkirik. Bu da olacaq 12 kiloqram. 2 hissə və 3 hissə. Birinci üsulun həlli baxın bu formada modelləşdirməklə həldir. İkinci üsul isə tənlik qurmaqla həldir. Əgər 2-3 nisbətində bölünübsə biz belə yazırıq. 2x üzərinə gəl 3x bərabərdir. Cəmi də 20 kiloqram buğdaydır. 20-yə. 2 ilə 3 toplayırıq eləyir 5x bərabərdir 20-yə. X-i taparkən 20-ni bölürük 5-ə. Cavabımız eləyir 4. O zaman 2x bərabər olacaq. 2 vurulsun 4. 8 kiloqrama. Və 3x bərabər olacaq. 3 vurulsun 4. Bərabərdir 12 kiloqrama. Burada fərqi yoxdur. Siz hansı üsuldan istifadə elədiniz. Əsas odur cavab düzgün gəlsin. Amma mən şagirdlərə ikinci üsulu daha çox məsləhət görürəm həll etməyi. Yəni təniş qurmaqla həll birinci üsuldan daha yaxşıdır. İkinci bir nümunəyə baxaq. 42 metr lenti 1, 2 və 4 nisbətində necə bölmək olar? Necə bölmək olar? Bu əgər 1-dirsə 1x, 2-dirsə 2x, 4-dirsə 4x bərabərdir 42-yə. Yəni 42 metr lent var. 1x, 2x və 4x toplayan deyilir 7x bərabərdir 42-yə. X-i buradan tapmaq üçün biz 42-ni bölürük 7-yə. Cavabımız edir 6. İndi gəlin hər bir nisbəti tapaq. 1x bərabərdir. Elə 1 vurulsun 6, yəni 6 eləyəcək. 6 metr. 2x bərabərdir. 2 vur 6. 12 metr. 3x ise bərabərdir. 3 vurulsun 6 eləyəcək. 18. Daha doğrusu 4. 4 vur 6 eləyəcək. 24 metr. İndi bunları toplayaq və cavabın doğruluğunu yoxlayaq. 6, 12 və 24 toplayanda 6 ilə 12-ni toplayanda 18, 18-in də üstünə 24 gələndə elə 42 metr alınacaq.